uşaqlar, deməli bugünkü dərsimiz canlı orqanizmlərin məskunlaşması və yayılması olacaqdır. Baxaq indi dərsimizə. Deməli, burada fəaliyyət hissəsinə baxarsınız. Biz bilirik ki, ümumiyyətcə toxumlar müxtəlif formalarda yayılır. Məsəl üçün, heyvanlarla yayılanlar var, küləklə yayılanlar var, öz-özünə yayılanlar var. Bitkilər hansı şəkildə yayılır? Təbiətdə çiçəkli bitkilər meyvə və toxumlarla yayılır. Bu, onlara yeni ərazilərdə məskunlaşmağa imkan verir. Meyvə və toxumlarının yayılmasına görə bitkiləri əsasən iki qrupa bölmək olar. Toxumlarını özləri yayanlar və toxumlarını müxtəlif amillərlə yayanlar. Yadınızda saxlayın. Toxumlarını özləri yayanlara avtoxoriyalı bitkilər deyirlər. Avtoxoriya, yəni avto özü deməkdir də, elə deyil. Avtoxoriya da toxumlarını özləri yayanlara deyirlər. Burada toxumlarını özləri yayana bir dənə itxiyarı bitkisi göstərilibdir, fikir verin. Deməli, bu itxiyarı bitkisinin içərisində sanki qaz əmələ gəlir. Sonra o qaz o qədər təzyiq göstərir ki, məcbur olur itxiyarı partlamağa. Partlayır və toxumlarını özü yayır da, yəni tökür ətrafa, hər yerə səpələyir. Avtoxoriyalı bitki kimi göstərə bilərik. Bundan başqa, deməli, alaq bitkisi itxiyarını dedik ki, özü yaydı, lobya idi, xaşxaş idi, sarı akasiya idi. Bu da toxumlarını özləri yayır. Bunlar da lobya, xaşxaşlarda, meyvələrində meyvə yanlığı quruyur, çatlayır və açılaraq toxumlarını ətrafa səpələyirlər. Toxumlarını müxtəlif amillərlə yayanlar isə müxtəlif amil dedikdə külək ola bilər, su ola bilər, heyvanlar ola bilər. Yəni özü eləmir də. Bunların küləyin, suyun, heyvanın yardımı ilə yayır. Məsəl üçün, küləklə yayılanlarda uçağanlar, zəncirotunda uçağanlar yaranmışdır ki, küləklə rahat yayıla bilsin. Suqamışında isə tükçüklər yaranmışdır ki, küləklə rahat yayıla bilsinlər. Bundan başqa ağcaqayın, cökə, bir də göyrüş havada fırlanan qanacıqlı meyvələri olur. Bunları yadınızda saxlayın. Soruşula bilir. Yəni testdə düşür ki, uçağanlar nədə var? Zəncirotunda var, tükçüklər nədə var? Suqamışında var. Ağcaqayınla göyrüşdə, bir də cökədə isə qanacıqlı meyvələri vardır. Suda yaşayan elodiya, su zambağı, çay kənarında bitən qızıl ağacın meyvə və toxumları isə su vasitəsilə yayılır. Bax, bu cümləyə fikir verin. Deməli, elodiya, suzanbağı, suda yaşayan elodiya, suzanbağı. Deməli, elodiya ilə suzanbağı həm suda yaşayır, həm də toxumlarını su vasitəsilə yayır. Amma qızıl ağac isə çay kənarında bitən suyun kənarında yaşayır, amma yenə də toxumlarını su vasitəsilə yayır. Qarağat, moruq və böğürtgən heyvanları cəlb edən əlvan rəngli atpıtrağı dəvədəbanı bitkilərində isə tükə ilişə bilən qarmaqçıqlara malik meyvələr olur. Bunu da yadınızda saxlayın, nədə nə varsa. Heyvanların yayılması, quşlardır, həşəratlardır, balıqdır və məməlilərin bəziləri daim yerlərini dəyişir, yəni miqrasiya edirlər və yeni yaşayış sahələri əldə edirlər. Bakteriya və göbələklərin yayılması. Bakteriyalar yer üzərində əlverişsiz mühitə dözümlü sporlarla geniş yayıla bilir. Bəzən çaşdırıcı olaraq salırlar ki, yəni uşaqlar çaşır, elə bilir ki, bakteriya sporla çoxalır. Biz nə vaxtdan bakteriyanı sporla çoxaltmışıq ki, yəni bakteriyalar sporla çoxalmır. Sadəcə sporlar bakteriyaların yayılmasını təmin edir. Həmçinin göbələklər də həm sporlarla yayıla bilir, həm də sporlarla çoxala bilir. Amma bakteriyalar heç vaxt sporla çoxalmır. Yalnız sporla yayıla bilirlər. Bakteriyaların çoxalması biz o vaxtda dedik ki, ancaq sadə bölünmə yolu ilə gedir. Yəni nə mitoz var, nə meyoz var, nə də spor vardır. Sporlar küləklə, həşəratla və onlarla qidalanan heyvanlarla uzaq məsafələrə aparılır. Beləliklə də canlıların əsas xüsusiyyətlərindən biri də yeni yaşayış sahələrini tutaraq burada məskunlaşmalardır. Mütləq burada tapşırıqlara baxarsınız. Hər dərsdə deyirəm onsuz bunu. İndi orqanizmlərin mühitlə qarşılıqlı əlaqəsi. Mühit amilləri, yəni cansız təbiət amilləri var, bir də canlı təbiət amilləri vardır. Cansız təbiət amilləri işıqdır, temperatur, rütubət, torpaq, havadır. Canlı təbiət amilləri bakteriya, göbələk, bitki, heyvanlar canlıdırsa, deməli canlı təbiət amillərinə aiddir. Orqanizmlər daim xarici mühitin təsirinə məruz qalırlar. Son dövrdə insanın fəaliyyəti də ayrıca amil kimi götürülür. Mühitin canlı orqanizmlərə təsir göstərən bütün amilləri ekoloji amillər adlanır. Canlı orqanizmlərin bir-biri ilə və ətraf mühitə qarşılıqlı əlaqəsini öyrənən elm isə ekologiyadır. Orqanizmlərə cansız amillərin təsiri necədir? Bu dərsi çox vaxt uşaqlar deyir ki, yəni bundan sual düşməz falan, amma yox, buradan yəni elə sual salırlar ki, həqiqətən. Yəni önəmli dərsdir, mütləq yaxşı oxuyun bunu.
Deməli, işığın təsiri. Bitkilər üçün çox mühüm olan fotosintez prosesi yalnız işıqda gedir. Məsələn, soruşa bilər ki, işığın təsirinə nə aiddir? Hansı proses aiddir? Fotosintez işığın təsirinə aiddir. İşıqlanmadan asılı olaraq heyvanların bəziləri gündüz, digərləri isə gecə həyat tərzinə uyğunlaşmışdır. Deməli, belə də soruşa bilər ki, məsələn, heyvanların bəziləri gündüz, digərlərinin gecə həyat tərzinə uyğunlaşması hansı amilin təsiri nəticəsində olur? İşığın təsiri nəticəsində. Rütubətin təsiri. Suyun miqdarının normadan kənara çıxması orqanizmlərin fəaliyyətində müəyyən dəyişikliklər yaradır. Məsələn, su çatmayan bəzi bitkilər yarpaqlarını tökür, otların yerüstü hissələri quruyur. Gəmiricilər və tısbağalar isə su qıtlığı dövründə yay yuxusuna gedirlər. Bax, bunu da yaxşı bilin. Bəzən əsasən qış yuxusuna getmə söhbəti var. Yay yuxusuna getmə söhbətini şagirdlər qarışdırır. Gəmiricilər və tısbağalar yay yuxusuna da gedirlər. Nəyin təsiri nəticəsində, hansı amilin təsiri nəticəsində, rütubətin təsiri nəticəsində testlərə bu şəkildə də düşə bilər. Ona görə yaxşı oxuyursunuz. Temperaturun təsiri. Orqanizmlər müəyyən temperatur hüdudunda yaşamağa uyğunlaşmışdır. Onların bəziləri, qurbağa, kərtənkələ, bədən temperaturu ətraf mühitdən asılı olur. Quşlar və məməllər isə mühit temperaturundan asılı olmadıqları üçün il boyu fəal həyat tərzi sürürlər. Ona görə də məsələn qışda qurbağadır, kərtənkələdir, ilandır. Onları görmək mümkün deyildir. Təbii gizlənirlər onlar. Anabioz şəkildə keçirirlər. Qışda qida tapa bilməyən porsuq, ayı, kirpi fəal olmur və qış yuxusuna gedirlər. Bəzi quşlar isə qida ilə zəngin isti ölkələrə uçurlar. Deməli, burada qış yuxusuna gedənlər porsuq, ayı, kirpi bunlar idi. Yay yuxusuna gedənlər isə gəmiricilər və tısbağalar idi. Gəmiricilərin bəziləri özləri də həm yay yuxusuna, həm də qış yuxusuna gedir. Orqanizmlərə canlıların təsiri də, orqanizmlərə digər canlılar da təsir göstərir. Nəticədə canlılar arasında müəyyən münasibətlər formalaşır. Təbii birliklər nədir? Deməli, meşədir, çəməndir, bataqlıqdır. Burada olan canlılar qrup halında birgə yaşamağa uyğunlaşıbdır. Müəyyən ərazidə birgə yaşamağa uyğunlaşan müxtəlif canlılar qrupu təbii birliklər əmələ gətirir. Yəni bunu belə əzbərləməyin, başa düşün. Deyir ki, müəyyən ərazi, tutaq ki, meşə götürək, elə deyil. Meşədə ancaq ceyran yaşayır və ya ay yaşayır, yox. Bir dənə meşədə nə qədər növ yaşayır, elə deyil. Bu da onu demək istəyir ki, müəyyən ərazi, yəni tutaq ki, meşə, birgə yaşamağa uyğunlaşan müxtəlif ayrı-ayrı canlılar qrupu təbii birlikləri əmələ gətirir. Təbii birliklərdə canlı orqanizmlər bir-biri ilə və cansız təbiət amilləri ilə torpaq, su və s. bunlarla əlaqədar olurlar. Ekoloji sistem. Təbii birliklər və onları əhatə edən mühit, vahid sistem, ekoloji sistem adlanır. İstənilən ekoloji sistemdə əsas yeri üzüm maddə istehsalçıları olan yaşıl bitkilər tutur. Yəni nəinki, çünki fotosintez prosesini həyata keçirirlər. Ekoloji sistemlərdə bir orqanizm digəri ilə qidalandığı üçün bunlar arasında müəyyən əlaqə, qida zənciri yaranır. Məsələn, bu şəkilə baxsaz, burada deməli taxıl bitkisi verilibdir. Siçan həmin taxıl bitkisini yeyir, onunla qidalanır. Siçanı yeyən isə tülküdür. Yəni bu şəkildə zəncir əmələ gətirirlər. Sadə qida zəncirləri adətən bir-biri ilə birləşərək mürəkkəb şəbəkə əmələ gətirir. Təbii birlikləri təşkil edən canlılar arasında birgə yaşamağı təmin edən müxtəlif münasibətlər formalaşır. Bunlar hansı münasibətlərdir? Rəqabət münasibətləri. Deməli, rəqabət nədir? Oxşar həyat tərzi keçirən, eyni və ya müxtəlif növə mənsub olan fərdlər arasında gedən mübarizə rəqabətdir. Yəni, rəqabəti kim aparar? Hardasa eyni gücə sahib olanlar, elə deyil, eyni ağıl deyim, belə deyək, eyni gücə sahib olanlar, eyni həyat tərzi keçirənlər rəqabət aparar da. Bir də burada çaşdırmayın ki, eyni və ya müxtəlif növ də ola bilər. Yəni növlər eyni də ola bilər, müxtəlif də ola bilər. Əsas məqsəd odur ki, onların tələbatı eyni şeyədir. İkisi də eyni şey istəyirsə, bunlar arasında rəqabət gedəcəkdir. Rəqabətə dözə bilməyənlər də məhv olacaqdır. Yırtıcı şikar münasibətləri. Təbii birliklərdə yırtıcı şikar münasibətlərinə də rast gəlinirdi. Məsələn, qida bol olduqda şikarların sayı artarsa, buna müvafiq yırtıcıların da miqdarı artır. Yırtıcılar həm də sanitar rolunu oynayır. Xəstə heyvanları tutub yeyirlər və bununla da xəstəliklərin yayılmasının qarşısını alırlar. Və bəzən bir məsələ var ki, orada uşaqlar çaşır. Deyir ki, əgər yırtıcıların sayı azalarsa, tutaq ki, ceyrandır, yəni onları necə deyək ki, ceyran, maral, bunların sayı artacaq. Çünki yırtıcı onu yemir deyə artacaq. Xeyr, belə bir şey yoxdur. Əksinə, əgər yırtıcıların sayı azalsa, şikarın sayı da azalacaq. Ceyrandır, cüyür, maral, yəni bunların sayı da azalacaq. Niyə? Çünki bu vəhşi heyvanlar xəstə olanları yeyir.
Əgər bu vəhşi heyvanların sayı azalsa, xəstə olanları yeməsə, bu xəstəlik yayılacaq, onları elə öldürəcək. Zaten xəstəlik öldürəcək onları, şikar yeməsə belə. Ondansa bunun vəhşi heyvanı yeyib, xəstəni yeyib, onu təmizləməsi daha münasibdir, elə deyilmi? Ona görə də sanitar rolunu oynayır. Parazit sahib münasibətləri. Təbii birliklərdə bəzən bir orqanizm digər orqanizmin yaşayış məskəni kimi istifadə edir və onun hesabına qidalanır. Belə orqanizm parazit. Parazitin yaşadığı orqanizm isə sahib adlanır. Yəni parazit mütləq canlı orqanizmdə yaşamalıdır. Saprofitlə paraziti qarışdırmayın. Saprofit ölən orqanizmlə qidalananlara deyilir. Saprofit qidalanma. Parazit isə hələ ölməyən canlı orqanizm hesabına yaşayıb onun hesabına qidalanana parazit deyilir. Əlverişli qarşılıqlı münasibətlər nədir? Simbiyoz. Əlverişli, yəni hər ikisi üçün əlverişli olan, hər ikisinə yararlı olan. Təbii birliklərdə birgə yaşamaqla əlaqədar bitkilər və heyvanlar, bitkilər və mikroorqanizmlər bir heyvan növü ilə digəri arasında əlverişli qarşılıqlı münasibətlər formalaşır. Bu simbiozdur. Buna yuxarı siniflərdə, 10-cu sinifdə daha yaxşı biləcəksiniz. Mutualizm. Mutualizm ikisi üçün də yararlı əlamət deməkdir. Mutualizm sözü yadınızda qalmırsa, belə mənim müəllimim öyrətmişdi mənə də onu. Mutlu, yəni mutlu sözündən yadınızda saxlaya bilərsiniz ki, mutualizm mutlu. Yəni hər ikisi xoşbəxt olur da, yəni hər ikisi üçün yararlı olduğuna görə ki, hər ikisi mutlu olur. Ona görə də mutualizm şəklində yadınızda saxlaya bilərsiniz. Məsələn, kəpənəkdir, elə deyil. Kəpənək çiçəkləri həm tozlandırır, həm də çiçəklərlə qidalanır. Yəni bunun ikisinə də xeyri oldu. Kəpənəyin xeyri belə oldu ki, kəpənək onu yeyir, qida əldə edir. Çiçəyə xeyri bu oldu ki, çiçəyi tozlandırır və onun yayılmasını təmin edir. Yəni yayılmasını, daha doğrusu mayalanmasını təmin edir. Canlı orqanizmlərin təbii birliklər şəklində yaşamasının başlıca səbəbi burada onların yaşayışı üçün əlverişli mühitin olmasıdır. Ondan sonra insan və canlı təbiət mövzusuna baxaq. İnsanın təbiətə təsiri. Qədim insanların təbiətə təsiri o qədər də güclü olmamışdır. Niyə? Çünki texnika inkişaf elədikcə müasir dövrümüzdə daha çoxdur da, havaya daha çox kirlənmələr olduğuna görə bu dövrdə güclü təsir daha çoxdur. Deməli, onlar özlərinə qida əldə etmək üçün yeməli bitkiləri toplamış, vəhşi heyvanları ovlamışdır. Hazırki dövrdə insanın təbiətə təsiri o qədər geniş miqyas alıb ki, təbiətdə mövcud olan tarazlığın pozulması təhlükəsi yaranıb. Bu səbəbdən bəşəriyyət təbiətin qorunması barədə düşünməyə başlayıb. Qırmızı kitab. Yer üzərində canlı aləmin sərvətlərinin qorunması üçün 1948-ci ildə Beynəlxalq Təbiət və Təbii Ehtiyatların Mühafizəsi İttifaqı yaradıldı. Onun təşkil etdiyi komissiya tərəfindən 1963-cü ildə ilk qırmızı kitab nəşr olundu. İlini yadda saxlayın qırmızı kitabın. Bir də qırmızı kitab nədir? Testlərə tez-tez qarşılaşa bilərsiniz, düşür. Daim fəaliyyət göstərən dövlət sənədi olub, nadir və nəsli kəsilməkdə olan növlərin müasir vəziyyəti barədə məlumatları özündə əks etdirən bir dövlət sənədidir. Nadir və nəsli kəsilməkdə olan, nadir və nəsli kəsilmiş demir ha, nadir, nəsli kəsilməkdə olanları sallar. Yəni testi düzgün oxuyun. Səhv yazmamaq üçün. Ola bilər ki, orada nadir və nəsli kəsilmiş yazar. Siz də onu götürərsiniz, səhv olar. Nadir və nəsli kəsilmiş yox, nəsli kəsilməkdə olan. Azərbaycanın ilk qırmızı kitabı 1989-cu ildə də nəşr olunmuşdur. Qorunan ərazilər. Deməli, canlıların nadir növlərinin saxlanılması və belə deyək, onun qorunması üçün qorunan ərazilər, qoruqlar, yasaqlıqlar və milli parklar adlanır. Azərbaycanda 9 milli park, 11 qoruq, 24 yasaqlıq vardır. Yaxşı olar ki, sayları yadınızda saxlayasınız və onların nə işə baxdıqlarını, nəyə yararlı olduqlarını biləsiniz. Məsələn, qoruqlar. Qoruq nədir? Ciddi mühafizə olunan təbiət sahələrdir. Qoruq ərazisində malqara otarmaq, turizm, ov etmək, ağac kəsmək kimi insanın bütün təsərrüfat fəaliyyəti qadağandır. Heç nə eləmək olmur da burada. Yasaqlıqlar nədir bəs? 24 yasaqlıq var idi. Bəzi növlərin saxlanılması üçün müvəqqəti qorunan ərazidir. Burada insanın qorunan növə ziyan vurmayan təsərrüfat fəaliyyəti qadağan edilmir. Yasaqlıqlarda bir çox illər ərzində və ya ilin müəyyən fəslində ayrı-ayrı növlər qorunur. Milli parklarda qoruqlardan fərqli olaraq ərazinin bir hissəsində dincəlmək və turist gəzintiləri üçün icazə verilir, lakin ərazinin müəyyən sahəsi qorunur. İnsan müasir elm və texnikanın nailiyyətlərindən istifadə etməklə təbiətin qorunması
kommunikasiya yollarını araşdırır. Bunun üçün meşələrin bərpası, təmizləyici qurğular, tullantısız texnologiya üsulları işlənib, hazırlanır. Sonra burada Azərbaycan qoruqları. Deməli, respublikamızda mövcud olan bitki və heyvan növlərinə malik təbii landşaftların qorunub saxlanılmasında qoruqların müstəsna rolu vardır. Azərbaycanda 11 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Qızılağac Dövlət Təbiət Qoruğu Azərbaycanın ən böyük və ən qədim qoruqlarından biridir. Ərazisi 88.360 hektardır və landşaftına görə su bataqlıq quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan qoruqdur. Qoruq ərazisinin qışı mülayim, yayı isə quru və isti keçir. Burada su bataqlıq, yarım səhra və çəmənlik bitkiləri yayılmışdır. Ərazidə məskunlaşmış 20-yə yaxın quş növü hansılardır? Qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, dəniz qartalı, məzar qartalı, boz kəklik, turac, aydı dovdaq, sultan toyuğu, ərsin dimdik, çəhrayı flamingo. Yaxşı olar ki, yəni bu adları əzbərləyəsiniz. Yadınızda qalsa, yəni müəyyən qədər də olsa daha yaxşı olar. Bunlar Azərbaycanın qırmızı kitabına daxil edilmişdir. Qoruğun təbiətinin rəngarəngliyinin, bitki əsasən də heyvanat aləminin zənginliyinin əraziyə çoxsaylı yerli və xarici turistləri cəlb edəcəyi nəzərə alaraq, gələcəkdə Qızılağac Dövlət Təbiət Qoruğunun və ona bitişik ərazilərin sahəsinin genişləndirilməsi hesabına Milli Parkın yaradılması nəzərdə tutulmuşdur. Deməli, bu qədər. İnşallah gələn dərsdə sizə mədəni bitkilərin insan həyatında əhəmiyyətini izah edəcəm. Əgər nəsə buradan başa düşmədiyiniz bir şey oldusa, şərhlərdə yaza bilərsiniz və sizə WhatsApp kanalımın da linkini qoymuşdum. O tozlanma mövzusunun altında da şərhlərdə də var idi. Həmçinin özüm də paylaşmışdım. Əgər orada abunə olsaz, yəni çox şad olaram. Sağ olun.